Salam, bugün sizinlə ördəklə risotto hazırlayacağıq. İlk öncə ördəyimizi marinad edirik. Ördəyimizin marinadına qaynar su, şəkər tozu, duz, biraz da zəncəfil. Ördəyimizi sosunu hazırlayırıq. Ördəyimizi sudan çıxardırıq. Sosla marinad edirik. Yarım saat kimi saxlayırıq. Ördəyimiz marinad olana qədər risottomuzu bişiririk. İlk öncə risottomuzu qovururuq. Risotto qovurulana qədər biz soğanı düzəldirik bunun. Risottonu bişirməyə bizə lazım olacaq soğan, göbələk, bir də sarımsaq. İstəsəniz parmesan pendirdən istifadə eləmək olar. Biz kərə yağından istifadə edirik. İstəsəniz əgər zeytun yağından da istifadə eləmək olar. Soğanımız qovurulana qədər göbələyimizi qovururuq. Göbələyimizi əlavə edirik. Risottomuzu tavamıza əlavə edirik. Biraz da soğandan qovurulur. Az qovurulandan sonra mən şərabdan istifadə edirəm. Siz istəsəniz bulyondan da istifadə edə bilərsiniz. Sirkədən də istifadə eləmək olar. Ağ şərabla da qovururuq. Üstünə biraz əlavə edirik şəkər tozu, az miqdarda, biraz da limon sıxırıq. Sonra tərvəz bulyonundan üstünə əlavə edirik. Suyunu az-az vururuq, canına çəkdikcə əlavə edəcəyik yenə də. Artıq ördəyimiz hazırdır, pişirməyə başlaya bilərik. Bunun üçün bizə qırmızı soğan, yaşlı soğan lazım olacaq. Qazanımıza ilk öncə vururuq soğanımızı. Üstünə yaşlı soğan əlavə edirik. Ördəyi marinaddan çıxardırıq. Ördəyimizi qoyuruq bişməyə. Artıq risottomuz hazırdır. Servis eləyə bilərik.